baxın, mənim sizdən xahişim var ki, baxın, mənə bir kömək eləyin. Suya baxın ki, mən evə girə bilmirəm. Evimə girə bilmirəm, qalmışam küçələrdə. Bilgah qəsəbəsində uşaq evində böyüyən İmanov Tural və həyat yoldaşı Fəridə Cabbarova çarəsiz durumdadılar. Media TV Azmedia qrupuna müraciət edən ailə bildirir ki, Sabunçu rayon Ramani qəsəbəsində yerləşən Şuşa şəhərciyi ərazisində özlərinə ev tikiblər. Azərbaycanımızda 2 hərbiçi böyüdən ailənin evi kanalizasiya və qurut sularının altında qalıb. Ailə aidiyyatı qurumlardan və imkanlı şəxslərdən kömək istəyir. Bura Ramani Şuşa qəsəbəsidir. Mən Fəridə Cabbarova. Buraya çəkməkdə məqsədim odur ki, yağış suları və kanalizasiya suları gəlib evləri doldurub. Burada da hal-hazırda kanalizasiyam yoxdur. Yəni olmadığı üçün də su gəlib evə girib də, yəni evi basıb. Yəni digər qonşunun evində basıb, ondan o yana kanalizasiya gediblər, yoxdular. Olduğuna görə, yəni o yana tam keçə bilmir də. Mən buranı dəfələrlə vermişəm, aidiyyəti qurumlara müraciətimi bildirmişəm ki, gəlin buranı çəkin, ictimailəşdirin. Gəlin buranın sularını çəkin ki, bu insanlar evində yaşaya bilsinlər. Mən 2 dəfə müraciət etməyərə baxmayaraq, hal-hazırda hələ heç bir qurumdan xəbər yoxdur, nə də gəlib suyu çəkməyiblər də. Tutalım vətəndaş yaşayır, bu evdə nətər yaşasın. Bura günü-gündən su dolur, batır ev, yəni. Bura müraciət eləyirəm ki, bütün qurumlara buradan müraciət eləyirəm ki, gəlin buranı suyunu çəkin ki, qoy biz də bir özümüzə nəsə bir gün ağlaya bilək də. Yəni evimiz batır, bu əzab-əziyyətlə ev tikirsən, zülüm çəkirsən, gecə-gündüz çalışırsan ki, bir evin olsun. Bugün də evim batıb suda. Evimdə yaşaya bilmirəm. Xahiş edirəm, bu əraziyə bir baxış keçirsin, sular təmizlənsin buradan. Yəni, xahişim var ki, siz bunu ictimailəşdirəsiniz. Bəlkə bizim Cənab İlham Əliyev görər, bir dəstək olar, xahişim var. Bilirəm, gümanım var ki, Cənab İlham Əliyev görəcək. Yəni, qonşuların hamısı gedib. Qonşu deyəndəki qonşuların hamısı gedib. Yoxdur bu da. Bu da bir dənə mənəm. Yəni, bu da hamıda keçib gedib də. Bir dənə özümə ev tikdim. Bu da batır. Batır bu da. Əslində dövlət yetimlərə ev verməlidir. Yetim uşaqlara, birgətdə böyülənlərə. Amma onu da vermirlər. Allah kömək olsun. Yəni, biz sosial yardım versələr, bir nəsə özüm nəsə eləyərəm yol azadı. Heç onu da vermirlər. Qurban sənə. Mən ona görə qalmışam belə.